mahsus gibi gözlerine bakıyorum. Salam dostlar. Bu ne mahnıdır, bu ne oxumaqdır. 19-cu hissəni izləyirsiniz. Videoya keçməmişdən öncə sizin diqqətinizə bir şey çatdırım. Aşağıda gördüyünüz mənim WhatsApp nömrəmdir. Rusiyada yaşayan, Azərbaycanda yaşayan iş adamları, biznesmenlər mənlə əlaqə saxlayın. Sizin üçün Çindən, zavoddan, fabrikdən ucuz qiymətə, topdan şəkildə inşaat malları, tibbi avadanlıqlar, ümumiyyətlə Çində nə istehsal olunursa sizin üçün oradan alıb gətirə bilərik ucuz qiymətə. Traktor, ekskavator, kran, mıran, nə istəsəz gətirə bilərik. Əsas odur ki, WhatsApp nömrəmlə əlaqə saxlayın, qiymətlər də ucuzdur. Hava kara bulutlu, yine yağıyor. Hava qara bulutlu, bu birisi kimdir? Bu şey, neydi onun adı? Balali var ya, meyxanaçı, onun mahnısını oxuyurdu. Tüpürümə ya, nəsə belə bir şeydi. Onu götürüb mahnı kimi oxuyurdu. Həmin o qızdı, səsindən tutdum. Səsi də yoxdur. Qarnım ağrıdı, bu nə səsdir, sən məncəm. Bəzən elə bir şeylər olur ki, bu mahnı normal mahnı deyə, mənim sevdiyim mahnıdır, pis günə qoyub bunu, mahnı gözümdən düşdü. Bəzən elə şeylər olur ki, məsələn, bayağı bir mahnı olur, onu gözəl səslə oxuyub, qəşəng bir belə image qazandırıb, mahnını bayaqlıqdan çıxardan müğənnilər olur. Sən müğənni deyilsən axı. Sən ümumiyyətlə kim məclisə dəvət edib, yəni hansı ağılsız, bura bax. Videonun üstünə yazılır ki, canlı musiqi var deyib dostumun məni alladıb apardığı yer. Günü neçə işdir görəsən bu qadın? 5 manada gedir yəqin. Altdakı şəhərlərə baxın, siz altdakı şəhərlərə baxın. Qəşəng səsiniz var, amma ürəyinizdə oxuyur. Bura haradır, deyin getməyək. Hava kara bulutlu, yine yağıyor. Hava kara bulutlu, yenə qarnım ağrıyor. Elə bir doğrudan bu qarnı ağrıyır, qarnı ağrıya çıxıb səhnəyə. Valla günah bunlarda deyil. Bu çıxır, məsələn, gedir karaoke kluba, məsəl üçün deyirəm, oturur rəfiqələri ilə, dostları ilə, bir də mahnı oxuyur. Ay qız, sən nə qəşəng səsin var, niyə oxumursan, niyə? Bu da əvəzə düşür. Nəsə bir-iki dənə tanışı ilə zadla gedirlər belə dayday kafelər. Dayday kafelerini istəmirəm, amma dayday kafelərində həmişə yeməklər dadlı olur, super olur, əla olur. Amma bu şeylər oraya üçün deyil də. Neysə, gedirlər orada belə mızıldanırlar. İndi 5 manat, 10 manat kimsə orada bilirsiniz də xüsusi fəhlələr olur ki, məsəl üçün deyirəm, hamısını demirəm. Rayondan gəlirlər, işləyirlər günü 20 manata, qalırlar kirayədə, axşam da 10 manat aparıb orada pivəyə, arağa verirlər. Belələrinin cibinə 5 manat, 10 manat salırlar, özlərini göstərirlər. Yəni, can verirlər orada, can verirlər. Çünki pulu ailəvə göndər. Bu orada mən inanmıram ki, obyekt sahibi ona pul versin, yəni bu səslə. Yəni, o dərəcədə düşük olmaz da, indi obyekt sahibi düşük olar, bu dərəcədə düşük olmaz. Yəni, oradakı fəhlələr, zatlar yoxdur, baxırlar, o ya, nə bomba şeydir, çıxardır dəmlidə, çıxardır 5 manat, 10 manat. Elə günə bir 10 manat, 15 manat, 20 manat qazanır, özünü müğənni sayır. Neysə dostlar, çox şey eləməyim, üstünə getməyim.